Qabır yeni bir sübut. Bugün yenə mənə Havaydan, prokurorluqdan SMS gəlib. Daxili İşlər Orqanı İstintaq Təhqiqat Əməliyyat Axtarış fəaliyyətində qanunların icrası barədə əlavə məlumat veriləcək. Heç bir məlumat mənə verilə bilməz. Nəyə görə? Rəyananın atası işləyir Daxili İşlər Nazirliyində. Batom bizim bu Mirqafar Şüydovdur, Seyidovdur. Özünə Seyid adlandıran 12-ci imamdır, nə zibildi. Oturub Daxili İşlər Nazirliyində. Və yeri gələndə mənim onlara elədiyim şahidləri nə edir? İstiqamətləndirirlər özlərinə. Və məndən əldə edirlər məlumat, əldə edilən məlumat əsnasında da başlayırlar nə eləməyə? 1001 fitnə fəsad keçirməyə. Hal-hazırda mənim mobil telefonumun, mobil cihazımın arxa kamerasını da ön kamerasını bağlamışam ki, görüntü olmasın. Bu erməni tumundan əmələ gəlmiş həyasız pozğunun balalarıdır. Dəfələrin adları Rənasıdır, Əl Hüseynidir, Məhəmməd Parazadədir və bunların törətdiyi cinayətlər də var da. Narkotik alverdi, kibet və s. kibet cinayətkarlıqlardır və s. Bu erməni tumlarından, erməni toxumundan əmələ gəlmişlər. Başlarında xüsusi xidmətdə oturan bu alatavalı bir qeyrət olmaq şərti ilə bütün günü nə edirlər əvvəllər? 15 ildir ya. Mənim ön kameradan və arxa kamera mobil telefonda açıq olduğu şəkildə bütün günü rahat nəzarət edirlər özləri üçün. Mən kimlə danışdım, səs qeydlərim var, hər şeyi götürürlər qeydiyyata. Kimlə görüşdüm, kimlə yatdım, kimlə durdum, nə qələt elədim də. Günü bugünə qədər. Mən hara zəng edirəm, telefon zənglərim nəzarət altındadır, xüsusi xidmət altında ki, birdən aldığı rüşvətləri açıq aydın deyirəm, dövlət təcrid xidmətindəki işləyənlər evlərindəki namus qeyrət bildiyi pozğunlarına rüşvət aparıblar. Artıqlaması ilə aparıblar ha. Özlərinin namus qeyrət bildiyi bu pozğunlarına. Onsuz namusları yoxdur dedi xanım, qeyrətləri yoxdur. İndi də cinayət epizodları itirirlər, yenə mənim azadlığımı mənim əlimdən alıblar. Mən bu erməni şərəfsizlərinə, bu ermənidən əmələ gəlmə əxlaqsızlara, bu xaricə cəsusluq eləyən bir qrup bir qeyrətə baş sala bilmirəm ki, mənim şəxsi azadlığım var. Mən Azərbaycan dövlətində ürəyim nə istəyir onu da eləyə bilərəm. Buna görə mənə hədi-qorxu gəlinməli deyil. Buna görə məni başıma oyun açılmır. Mən azad vətəndaşam. Ürəyim nə istəyir onu da eləyərəm. Bu erməni tumundan əmələ gəlmişlərin törətmədiyi cinayət yoxdur. Dövlət əleyhinə, xalq əleyhinə və ən əsasında mənim əleyhimə. Mənim aləmin əleyhinə. Bu erməni fahişəsindən əmələ gəlmişlər hamısı azadlıqdadır. Bir nəfərdən izahat alınmayıb. Tam əksinə mənim üstümdə oyunlar gedir ki, cinayət epizodları azaltsınlar. Cabir İmanovdu bunlara dəstək, 33A333. Sonra Faiq Ağayev bunların dəstəkçisidir, bu cinayətkar qrupirovkanın. Başlarında bunların İlqar adında bir qeyrətli yanıb. Hansı ki, keçən il məni yerləşdirdilər İlqarın ərazisinə, Rəsulzadə qəsəbəsinə. Rüşvət ala bilsinlər deyə. Həmən İlqarda show biznesdə vəziyyətə baxır, neyinir? Həmən İlqarın padelniki idi ki, onlar bir yerdə türmədə olublar da. Mən qaldığım evin qabağına kafe yerləşdirlər. Zaru da alkaş narkomanı da qoydular Zaru ora kafenin yiyəsi kimi gəlib gedir. Güya mənə nəzarət edirlər də bunlar. Paralel olaraq Mirqafar, o bir qeyrət Mirqafar, başına kraska qoymuş o qaynın rəisi, mənə başlayıb qızdan tanış eləməyə, onu eləməyə, bunu eləməyə. Cinayətkarlar qalıb qıraqda, valideynlər hoqqa verirlər, əməlli başlı. Öz evindəkilərlə tərbiyə verə bilməyənlər. Öz evindəki cəsuslarına, narkobariqalarına tərbiyə verə bilməyənlər mənim həyatıma burunlarını soxurlar. Belə həyatınıza burun soxan idinizsə, evinizdəki pozun qarnından çıxmışlarınızı yiyəliyərdiniz də. Evinizdəki, yenə deyirəm, pozğun qarnından çıxmışlarınızı yiyəliyərdiniz. Mirqafarın arvadı məlumdur kimdir. Əl Hüseynin anası məlumdur kimdir. Məhəmməd Parazadənin şeyxin oğlunun arvadı klublar gözəlçəsi. Klublarda rəqqasəli elən bir pozğun, indi özünə arvad qeyd edib. Xüsusi xidmətdə oturan bu qeyrətin, binamusun. Alatavada yaşayan bu əxlaqsızın ailəsi məlumdur kimdir. Özü İslamofob Vahabi və öz rüşvət planlarını, qeyri-rəsmi işlərini də öz kimi Vahabi qardaşlarından eləyir. Hansı ki, həmən qardaşlara aiddir Kəmaləddin Heydarovun oğlu, Qurban Qurbanova aiddir, Musası, Nofəri, o birisi, bu birisi. Bu adamlar mənim həyatıma girib çıxmırlar, kişi. Və mənim həyatımı məhv eləyib gedirlər. Məhv eləyib, məndə şəxsi azadlıq deyilən bir şey qalmayıb.
Biri oturub xüsusi xidmətdə DTX-da, ikisi oturub Daxili İşlər Nazirliyində və öz aləmlərində bütün sosial medianın idarəsi ilə məşğuldurlar. Atam şərəfsiz azadlıqda. Mənim qohumlarımdan bir nəfərdən izahat alınmayıb. Nə Emindən, nə dayım alçaqdan, nə baş əməlçi İbrahimdən izahat alınıb. Kənan Hacıyev iş yerində. Qondarma idarə 2 dəfə yaradılıb. 2 dəfə qondarma idarə yaradılıb. Biri ağır cinayətlər istintaq məntəqəsi idi. Nə idi bu? Bakı Dəmir yolunun idarəsinin yerində. İkinci idarə Bandaktelin düz yanında yaradıldı. Baş Kibercinayət Mübarizə İdarəsi. Yalandan idarələr belə yaradırlar. Bir nəfərdən izahat alınmayıb ki, abala, bu idarəni kimin icazəsi ilə yaratmısan? Kimin cinayətlərini izin etirirsən? Hələ də bu cinayətkar dəstənin əsas üzvü var, bir dənə həyasız lətər, pozğun. Hələ də məndən əl çəkmir bu qancıq. Əhmədov Şəfi ilə münasibətlərimi piskirə qoyub. Mənim dostlarımın mənə xəyanət elətdiriblər. Bu ilə belə yenə məndən əl çəkmir. Girirəm hansısa bir sosial şəbəkəyə, hər hansı sosial şəbəkəyə. Şəfi, onun o qaxdakı fahişə qohumları, Əhmədov Şəfinin fahişə qohumu bir dənə kitabxanada işləyən bir dənə qancıq orada. Gözəllik salonlarının vəziyyətinə baxan Turalın hansısa bir əxlaqsız yenə qohumu orada. Yəni bu adamlar mənim həyatımdan bala əl çəkmirlər hələ də. Bu adamların törətdiyi cinayətlərə görə heç kim cavabdehliyi daşımır. Ağıllarına nə gəlir onu deyirlər, Qurana and olsun. Bu nə həyasızlıq deyə bəyəm? Neynim şeyxin oğlusan? Şeyx özü böyük zibilzatdır. Allahçı parazadə. Şeyxin 5 dənə qızı var, məlumdur 5-i də kimdir? Hansı yolun yolçularıdırlar? Şeyx kim deyə? Şeyx geçsin öz qudası ilə, Alfons qudası ilə maraqlansın. 2 oğlu var, biri xəstənin biri, qıza görə məni tutturur. Türbədə sorğu-sual eləsin ki, mən bu xəyallə cinsi əlaqədə olmuşam yoxsa yox. Ata Alfons, anası prokurorun keçmiş arvadı. Puluna görə arvad almışım biri. O birisi qalibin oğlu da şeyxin gəlini. Qız alıb gəlib oturub şeyxin evində. Ağzım dilim yara oldu. Demədiyim söyüş, demədiyim təhqir qalmadı qardaş. Uzaq durun məndən. Mənim həyatımı cəhənnəmə çevirməyin. Mən azad vətəndaşam. Mənim azadlığımı mənim əlimdən almayın. Bu həyasız erməni tumundan əmələ gəlmişlər. Hələ də həyasızda dayanmırlar. Bandaktel bir tərəfdən, Daxili İşlər Naziri oturulur 2 dənə biqeyrət təxribatçı, bir tərəfdən müxalifətə işləyən biqeyrətlər, xüsusi xidmətdə oturan bu Əbdülvahab tumundan əmələ gəlmiş bir tərəfdən. Dövlət daxilində vəzifələrindən sui-istifadə bir banda yaradıblar dövlətin əleyhinə və dayanmadan məndə səhv axtarırlar. Ondan ötürü ki, görəsən bu dənə səhv tapaq ki, biz öz yediyimiz zibillər ortaya çıxmasın. Narkotik satırdınız, silah satırdınız. Ondan sonra kiber cinayətkarlıqların sayı hesabı yox idi siz tərəfdən törədilən. Hələ də mənim telefonuma müdaxilələr gedir. Dayanmadan yanıma adam yerləşdirirsiniz, telefondakı məlumatları siləsiniz deyə. Dayanmadan telefonuma viruslar göndərirsiniz. Bəsdirin də qardaş. Demirdiniz kişi həyatı, lotu yox. Bir nəfər törətdiyi cinayətlər boynuna alsın. Mən hələ də Vilayət Eyvazovdan əlaqə saxlaya bilmirəm. Niyə? Kənan Hacıyevin atasına görə. Məni bunlar adamlar həbs edəndən sonra mən 2019-da başladım şikayət etməyə. Bunlar haqqında artıq özlərinin verdiyi məlumatlar məndə çox idi bunlar haqqında. Ki bu adamlar məni mütəmadi olaraq narahat edirlər. Mənə təzyiqlər göstərirlər. Mənim həyatımı tam bir cəhənnəmə çeviriblər. Mən taksidən istifadə edə bilmirəm, avtobusdan istifadə edirəm. Mən heç hara gedə bilmirəm. Məndən bu adamlar əl çəkmir. Xüsusi xidmət məndən əl çəkmir qardaş. Bir dənə Vahabi tumundan əmələ gəlmiş əxlaqsız məndən əl çəkmir də qardaş. Yaşayır Alatavada, qonşunun adı Fikrətdir, Mama Rozadır, arvadı gəzəyən pozğunun biridir və xüsusi xidmət orqanında oturan biqeyrətlər hal-hazırda həmən biqeyrətin tərəfini saxlamaqdadırlar. Bunların əsas cinayətləri də sosial şəbəkələrin idarə olunması üzərində qurulub. Öz qurbanlarını belə axtarıb tapırlar. Kapital Bank dələduzluğunu da bu metodla həyata keçirirdilər. Və bu adamlar günü artıq 2026-cı ildir. Hələ də məndən əl çəkməyiblər. Kraskabaş Mirqafar bir yandan, özünü Seyid adlandıran İslamofob, İranofob, şizofren bir tərəfdən, bu birisi Vahabi bir tərəfdən, o Vahabinin tulaları bir tərəfdən, hərə öz mövqeyini qoruyub saxlayır. Obyektiv yanaşma yoxdur məsələdə, ancaq subyektiv. Heç kim bilməsin. Mən nə edirəm, yaxşı eləyirəm. O nə deməkdir? Ged nə qələt eləyirsən, elə qardaş məndən uzaq elə.
Gedib Məhəmməd Paşazadə, o bir qeyrət, o şeyxin bir qeyrət oğlu Məhəmməd İrandan İbrahimlə bir yerdə adam gətirib, İran vətəndaşı Azərbaycanda narkotik satırdı. Xüsusi xidmətdə oturan Tula da, Tula, Əbdülvahab Tulası öz idiyi qələtləri gizlətmək məqsədi ilə narkotika atdı ortalığa, qalan şeyləri gizlətdi. Kimlər ilə? Vahabi qardaşların əli ilə. Nofər, o birisi, bu birisi. Məni institut oxumağa qoymadınız. Rədd olub geldim Ukraynada institut oxumağıma. Yalandan qondarma idarə yaratdınız və hələ də öz evinizdəki əxlaqsız, pozğun qarnına çıxmışlarınızın tərəfini saxlayırsınız. Birdən türməyə gedərlər, geçsinlər də cəhənnəmə geçsinlər. Bunların yeri türmə, donsuz da. Bir nəfərdən izahat alınmayıb indiyənə qədər. Prokuratura mənə yalandan SMS göndərir. Bəs prokurorluğun içində olan havadar, himayədar özündə niyə bağlı tədbir görmürlər? O Yusif Natiq adında bir prokuror yalandan mənə məktub göndərmişdi. Ona bağlı niyə tədbirlər görülmür ki? Ona bağlı tədbirlər göründü elə. Qanuna əsasən prokurorluq cinayət işi qaldırmadan, qardaş, DTX öz başına iş görə bilməz. Hamısı oturub evində, kefləri kök, pozğun anaları lazımı qurumlara gedib lazımı xidmətləri göstəriblər, şahidlərimə də baxmırlar. 102-yə zəng eləməyin mənası yoxdur. 2025-də zəng eləm 102 ki, bu Vahabi Tulanı gətir apar, postpatrol göndərin bura. Görə bu kimə rüşvət almağına kömək edir? Kimə işləyir bu şərəfsiz? 2025-də 102-nin rəisi rüşvət alıb, bax ki, 102-nin rəisi şey eləmir, postpatrol göndərmir.